Bakıda mənzil bazarında kəskin bahalaşma. Bu ərazilərdəki qiymətlər əl yandırır. Son bir il ərzində Bakının təkrar mənzil bazarında həm təklif həcmi, həm də qiymətlərdə əhəmiyyətli artım müşahidə olub. Bu barədə reporta Azərbaycan Qiymətləndiricilər Palatasından bildirilib. Bu ilin fevral ayında bazarda satışa çıxarılan mənzillərin sayı illik müqayisədə təxminən 17% artıb və bu tendensiya aprel ayına qədər davam edib. Nəticədə dekabr ayına şəhər üzrə ümumi təklif sayı 7000-i keçib. Təklif portfelində həm yeni tikililər, həm də köhnə binalardakı mənzillər yer alır. Lakin strukturda dəyişiklik də müşahidə olunub. Köhnə tikililərin bazardakı payı bir qədər yüksəlib. Bu isə əsasən 1970-ci illərdə inşa edilən mənzillərə ipoteka məhdudiyyətlərinin tətbiqi nəticəsində həmin mənzillərə marağın azalması ilə əlaqələndirilir. Yeni tikililər üzrə təklif isə bazara davamlı olaraq yeni layihələr daxil olduğu üçün yüksək qalır. Aylıq dinamika baxımından bu ilin mart-aprel aylarında bazarda aktivlik artsa da bu artım cüzi olub. Artım trendi paytaxtın mənzil bazarındakı qiymətlərdə də müşahidə olunub. 2024-cü ilin aprelində 1 kvadrat metrin orta qiyməti dəyişən strukturla təxminən 2000 manat təşkil edib. Bu ilin aprelində bu göstərici yeni tikililər üçün 2300-2400 manat, köhnə tikililər üçün isə 2000-2050 manat civarına yüksəlib. Beləliklə, yeni tikililərdə qiymətlər illik 15-17%, köhnə tikililərdə isə 10-12% artıb. Hesabata görə bu ilin birinci rübündə ölkə üzrə mənzil qiymətləri illik müqayisədə 14,4% bahalaşıb. Bu, təkrar bazarda müşahidə edilən artımı da əhatə edir və real qiymət artımını göstərir. Yeni tikililərdə 1 kvadrat metrin orta qiyməti köhnə tikililərə nisbətən daha yüksək olaraq qalır. Bu ilin əvvəlində bu fərq daha da dərinləşib. Belə ki, yeni tikililərdə 1 kvadrat metr üçün orta qiymət 2167 manat, köhnə tikililərdə isə 1800-1900 manat civarında olub. Bu fərq yeni binaların daha müasir olması və daha çox tələbat görməsi ilə izah olunur. Son ayda da qiymətlərdə artım davam edib. Mart-aprel aralığında mənzilin orta satış qiymətində təxminən 1%lik artım qeydə alınıb. İllik müqayisədə isə bahalaşma 10-15% arasında dəyişib. Bu artım əsasən kvadrat metr üzrə qiymət artımı ilə bağlıdır, çünki orta sahə üzrə ciddi dəyişiklik olmayıb. Xüsusilə də Nərimanov, Yasamal və Xətai kimi mərkəzə yaxın ərazilərdə də bu artım daha qabarıq görünür. Əlavə olaraq, bəzi periferik rayonlarda, məsələn, Sabunçu və Suraxanı kimi qiymətlərin daha sabit qalması müşahidə edilir. Ümumilikdə daşınmaz əmlak bazarında müşahidə olunan tendensiyalar göstərir ki, qiymət fərqləri təkcə əraziyə görə deyil, eyni zamanda mənzilin yerləşdiyi binanın tipi, mərtəbəsi, sahəsi və planlaşdırılması ilə də müəyyən olunur. Rayonlar üzrə qiymətlərin müqayisəsi, infrastruktur dəyərləndirilməsi və təklif bolluğu nəzərə alınmaqla daha məqsədə uyğun seçim eləmək mümkündür.